Son günlərdə yaxın şərqdə gərginliyi artmaqdadır. İsrail və İran arasında 3-cü gün davam edən raket hücumları nəticəsində hər iki tərəfdə itkilər və dağıntılar müşahidə olunur. İsrailin Müdafiə Nazirliyinin Tehrandakı qərargahına hücumu və nüvə obyektlərinə zərbələri İranın cavab atəşi ilə qarşılandı. İranın BMT-dəki səfiri ilk hücumlarda 78 nəfərin öldüyünü və 320 nəfərin yaralandığını bildirdi. Tehranda yanacaq anbarlarının vurulması nəticəsində şəhər üzərində qalın tüstü buludları əmələ gəldi. Bu da yanacaq çatışmazlığı qorxusuna səbəb oldu. İsrail ordusu İran vətəndaşlarını silah obyektlərinin yaxınlığını tərk etməyə çağırdı. İran mediası Tehranın mərkəzində iki böyük partlayışın baş verdiyini və Valiyasir meydanı yaxınlığında tüstü sütunlarının yüksəldiyini bildirdi. İran hökuməti metro stansiyalarını, məktəbləri və məscidləri sığınacaq kimi açdı. İsrail ordusu İranın yeni raket hücumlarını aşkar edərək vətəndaşları sığınacaqlara getməyə çağırdı. İranın raket hücumları nəticəsində İsraildə 10 nəfər ölüb, 200-dən çox insan yaralanıb. İsrailin baş naziri Netanyahu İranın mülki vətəndaşların qətlinə görə ağır bədəl ödəyəcəyini bəyan etdi. İsrailin Rising Lion əməliyyatı çərçivəsində 250-dən çox hədəf vurulub. Məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Gərginliyin artması ilə beynəlxalq ictimaiyyət narahatdır və tərəfləri təmkinli olmağa çağırır.